Ey Rəbbim, şübhəsiz ki, yollar sənsiz keçilməzdir. Sevgilər puşdur sənsiz, sözlər boş və yalandır sənsiz. Qiymətli olan cənnət dərk edilirsə, o zaman əngəllər bəsidləşir. Əbu Səid Əl-Xudri dedi ki, Allahın Rəsulü sallallahu aleyhi və səlləm belə buyurdu. Allah cənnət əhlinə belə səslənir. Ey cənnət əhli, deyirlər ki, ey Rəbbimiz, buyur əmrindəyik. Allah belə buyurar, razı oldunuzmu? Dedilər ki, nə üçün razı olmağa, ey Rəbbimiz? Yaratdıqlarından heç kimsəyə vermədiyini bizə verdin. Allah Azza və Cəllə belə buyurdu. Sizə bundan daha fəzilətlisini, sizə bundan daha gözəlini verəcəm. Dedilər ki, ey Rəbbimiz, bundan daha fəzilətli, daha gözəl nə olar? Allah belə buyurdu. Sizdən əbədiyyən razı qaldım. Bundan sonra sizə əbədiyyən qəzəblənməyəcəm. Ey həsrətlə gözləyən kimsə, ey nəim cənnətlərinə qovuşmağı gözləyən kimsə, evin Rəbbinlə xəlvət məkanın olsun. Ya dərdinlə ölərsən, ya da dərmanına yetişərsən, ya da dərmanına yetişərsən, ya da dərmanına yetişərsən.